Salam, bugünkü dərsimizin mövzusu dünya cazibə qanunu və ağırlıq qüvvəsidir. Biz bilirik ki, təbiətdəki bütün cisimlər bir-birlərini cazibə qüvvəsindən cəzb edirlər və cazibə qüvvəsinin qravitasiya təbiətli olduğunu əvvəlki dərsimizdə öyrənmişdik. Cazibə qüvvəsi yalnız cəzb etmə xarakterlidir və cisimlər bir-birlərini cəzb etdiyi həmin cazibə qüvvəsi cisimlər arasındakı məsafə ilə kvadratik tərs, cisimlərin kütlələri ilə düz mütənasib asılıdır. Birinci düsturumuzu yazaq, daha sonra qanunu daha aydın şəkildə deyək. Aralarındakı qüvvənin düsturu belədir. F bərabərdir J vurulsun M1 vurulsun M2 bölünsün R kvadrat. Qanunu daha aydın belə demək olar. Cisimlər arasındakı cazibə qüvvəsi onların kütlələri hasilə ilə düz, aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib asılıdır. Təbii ki, qüvvə vektorial cəmiyyətdir və burada iki təsir var. Bunu mütləq nəzərə almaq lazımdır. Birinci cisim ikincini cəzb eləyir. İkinci cisim isə birincini özünə doğru cəzb eləyir. Yəni, burada hər iki cismə bir qüvvə tətbiq olunur. Birinci cismə tətbiq olunan ikincinin qüvvəsi, ikinciyə tətbiq olunan isə birincinin qüvvəsidir. Və Newtonun 3-cü qanununa görə bu qüvvələr təsir əks təsir qüvvələrdir. Yəni, bir-birlərinə modulca bərabər, istiqamətcə isə şəkildə gördüyümüz kimi əksdirlər. Yəni, bax, buradakı bu F qüvvəsi bunların hər ikisidir. Biri deyil, hər ikisinin moduludur. Yəni, birinci cismin kütləsini, misal üçün, 5 dəfə artırsaq, onda deyə bilmərik ki, birinciyə təsir edən qüvvə 5 dəfə artacaq, yalnız. Və yaxud da deyə bilmərik ki, yalnız ikinciyə təsir edən qüvvə 5 dəfə artacaq. Bunların hər biri 5 dəfə artacaq. Və yaxud da birinci cismin kütləsini 3 dəfə, ikinci cismin kütləsini 2 dəfə artırsaq, bunların hər ikisi 6 dəfə artmış olacaq. Yəni, təkcə birinin kütləsindən deyil, ikisinin də, hər iki cismin də kütlələri hasilindən asılıdır bu qüvvə. Aralarındakı məsafədən də dedik tərs asılıdır, kvadratik tərs və aralarındakı məsafəni diqqət eləmək lazımdır ki, cisimlərin mərkəzlərindən götürək. Bax, bu ümumi məsafə. Bəzən suallarda şagirdlər cisimlərin səthləri arasındakı məsafəni götürür və təbii ki, bu da yanlış çıxır. Əgər cisimlərimizdən biri müəyyən ölçüyə malik olan bir cisim olsa, misal üçün kürə deyək. Biri kürə, digəri maddi nöqtə olsa, onda bunlar arasındakı məsafəni kürənin mərkəzindən maddi nöqtəyə qədər götürmək lazımdır. İndi burada cəmiyyətlərimizi tanıyaq. Burada böyük J qravitasiya sabitidir. Qravitasiya sabiti. Və qravitasiya sabiti dünyəvi sabitdir. Bütün beləlikdə kainat üçün, bütün bəşər üçün sabit olan bir cəmiyyət. Heç vaxt dəyişmir. Onda sabit bir qiyməti var. Təqribən 6,7 vurulsun 10 üstü 11 götürülür. İndi cazibə qanunu tam yaxşı başa düşmək üçün 2 dənə nümunə göstərmişəm burada. O nümunələrə baxaq. Bu birinci nümunəmizdir. Şəkildəki kürələri toxundurduqda aralarındakı cazibə qüvvəsi necə dəyişir? Əvvəlcə bunların arasında bəlli bir məsafə var. Daha sonra gətirib bunları toxunduracaq. Gəlin o hal üçün bir dənə şəkil çəkək. Kürələr eyni kürələrdir və o kürələri toxundurmuşuq. İndi aralarındakı cazibə qüvvəsi ifadəsini təkrar buradan yazıram. F bərabərdir J vurulsun M1 vurulsun M2 bölünsün R-in kvadratı. Təbii ki, bu kürəni müəyyən qədər irəli çəksək, bir-birinə toxundursaq, onların kütlələrində heç bir dəyişiklik müşahidə olunmaz. Kütlələri dəyişməz. Yəni, burada M1, M2 sabit, J-də sabit. Deməli, məsafədən asılığa baxmalıyıq. Əvvəlcə aralarındakı məsafə, ümumi məsafə, bu məsafə 4R olsa da, təbii ki, bunların radiusu hər biri R. Bu ümumi məsafə eləyir 6R. Deməli, birinci halda aralarındakı məsafə 6R'dir. İkinci halda bunlar arasındakı məsafə mərkəzlərindən hesablanmalıdır. Həmin məsafəni aydın görürük ki, 2R'dir. Aralarındakı məsafə 3 dəfə azaldığına görə aralarındakı cazibə qüvvəsi 9 dəfə artmalıdır. İkinci nümunəmizdə kürələrin hər birinin radiusunu 2 dəfə kiçik olan kürələrlə əvəz etsək, cazibə qüvvəsi necə dəyişir? Bu kürələrin
hər birini radiusu 2 dəfə kiçik olan kürə ilə əvəzləsək. Əvvəlcə bu cisimlər arasındakı məsafə müəyyən bir x deyək və yaxud da bir r deyək. Sonraki halı da ondan müqayisə edək. Ya da belə bir şey eləyək. Hər radiuslarını kiçik olduğu halda r deyək. Ya da r deməyək. Əvvəlki hala r deyək. Hər birinin radiusu r. Sonraki halda isə 2 dəfə kiçik. Sonraki halda r bölünsün 2, r bölünsün 2. Aha. Birinci halda aralarındakı ümumi məsafə, bu ümumi məsafə baxırıq ki 2r'dir. Ümumilikdə 2r. Sonraki halda isə aralarındakı ümumilikdə bu məsafə r bölünsün 2, r bölünsün 2 eləyir r. Buradan görürük ki, aralarındakı məsafə 2 dəfə azaldı. Və buradan şagirdlərin elədiyi səhv nədir? Məsafə 2 dəfə azaldı, qüvvə 4 dəfə artar. Cavabı götürdü, getdi. Təbii ki, düzgün olmayacaq. Nəyə görə? Çünki biz bu kürələri daha kiçik kürələrlə əvəz etsək, təbii ki, onun kütləsində dəyişiklik baş verir. Artıq biz kütlələri də nəzərə almalıyıq. Əvvəlcə bu cismin kütləsi bir m olsa və burada verilir ki, sıxlıq sabitdir. Yəni materialların növləri eynidir. Bunun kütləsinə bir m desək, bunun da kütləsi m olmalıdır. Nəyə görə? Kütlə düsturunu yadımıza salaq biz, kürənin kütlə düsturu. M bərabərdir rho v, rho v-nin yerinə 3/4 pi r kubu yazsaq, rhoları eyni, yəni eyni maddədirlər. Radiusların da buradan eyni olduğunu görürük. Radiuslar da eynidirsə, belə çıxır ki, kütlələr də eyni olmalıdır. Sonraki halda biz bu kürəni bu kürə ilə əvəz etdik. Yəni radiusu 2 dəfə kiçik olan kürə ilə əvəz etdik. Radiusu 2 dəfə kiçildəndə kütlə 8 dəfə kiçilməlidir. Çünki radiusun 3-cü dərəcəsi ilə düz mütənasib asılıdır. Deməli, bu ikinci halda kütlə m bölü 8, m bölü 8 olacaq. İndi artıq asılığımızı deyə bilərik. Düsturumuzu yazaq. F bərabərdir J. M1 vurulsun M2 bölünsün R kvadratı. İndi hər birinin kütləsi 8 dəfə azaldı. Onda kütlələrə görə bu qüvvə 8 dəfə 64 dəfə azalmalıdır. Aralarındakı məsafə 2 dəfə azaldı. Aralarındakı məsafə 2 dəfə azalanda 4 dəfə qüvvə artmalıdır. 4 dəfə də aralarındakı məsafəyə görə artar. Nəticədə 16 dəfə azalmış olar. Deməli, hər birinin radiusunu 2 dəfə azaltsaq, kürələrin ümumilikdə aralarındakı cazibə qüvvəsi 16 dəfə kiçiləcək. Qaydaq indi qaldığımız yerdən davam edirik. Burada böyük J-ni gəlin tanıyaq. Dedik, adı qravitasiya sabitidir. Buradan qravitasiya sabitini çıxartsaq, düsturdan olur F vurulsun R kvadratı bölünsün M1 vurulsun M2. Vahidi buradan düsturdan görsənir. Newton vurulsun metr kvadratı bölünsün kilogram kvadratı. Newton'da atsaq, Newton açılışı kilogram vuraq metr bölək saniyə kvadratı. Kilogramın biri ixtisarca edir. Olur kilogram vurulsun metr. Metr var, bir də metr kvadratda burada var. Oldu metr kubu bölünsün. Kilogram biri ixtisarca etdi. Biri qaldı, vurulsun saniyə kvadratı. Bu da əsas vahidlərlə qravitasiya sabitinin vahidi. Fiziki mənası isə belədir. Cisimlərin hər birinin kütləsi bir-birinə bərabər olub və 1 kilogram olarsa, aralarındakı məsafə də 1 metr olarsa, onda düsturda R-in, M-lərin yerinə 1 qoysaq, onda J bərabər olur F-ə. Bunu sözlə belə deyirik. Hər birinin kütləsi 1 kilogram, aralarındakı məsafə 1 metr olan iki cisim arasındakı cazibə qüvvəsinə bərabər olan kəmiyyətə qravitasiya sabiti deyilir. Bəzən də suallarda ola bilər ki, cisimlərdən birini kürə versin, birini maddi nöqtə versin. İndi bu hala baxaq. Fərz eləyək, cisimlərimizdən biri budur, kürə və bir də maddi nöqtədir. Maddi nöqtə kürənin tam səthində yerləşir. Kürənin kütləsinə böyük M deyək, cismin kütləsinə isə kiçik M deyək. Bu iki cisim arasındakı cazibə qüvvəsini gəlin təyin edək. Aralarındakı məsafə demişdik ki, maddi nöqtədən kürənin mərkəzinə, yəni bir cisim
cisimlərin mərkəzləri arasından götürülür. Maddi nöqtənin təbii ki mərkəzi yoxdur, ölçülər nəzərə alınmır, amma kürənin mərkəzi var. İndi buradan görürük ki, aralarındakı məsafə elə kürənin radiusu qədərdir. Onda biz cazibə qüvvəsi üçün düstur yazsaq, olur F bərabərdir J vurulsun. M1, M2 yerinə artıq böyük M kiçik M yazmalıyıq. Böyük M vurulsun kiçik M. Aralarındakı məsafə də elə kürənin radiusu olduğuna görə radiusun kvadratı yazmalıyıq. Fərz eləyək ki, həmin maddi nöqtə o kürənin səthində deyil, müəyyən qədər hündürlükdədir. Tutalım ki, buradadır. Kürədən olan hündürlüyə bir H deyək. Kürənin mərkəzinə qədər olan məsafədə R idi, elə R qalsın burada da. İndi bu cisimlər arasında bunun kütləsinə M deyək, kiçik maddi nöqtənin kütləsinə M deyək yenə. İndi bu cisimlər arasındakı cazibə qüvvəsini yazanda necə yazmalıyıq? F bərabərdir J vurulsun. Kütlələri yenə böyük M vurulsun kiçik M. Bölünsün aralarındakı məsafə artıq bu ümumi məsafə nəzərə alınmalıdır. O məsafə də R ilə H-ın cəmidir. Onda məsafənin yerinə yazacağıq. R üstəgəlsin H kvadratı. Bax, bu gördüyümüz düsturlar artıq ağırlıq qüvvəsinin düsturlarıdır. Bu kürə bizim planetimizdir və bu maddi nöqtə götürdüyümüz də bizim ətrafımızda gördüyümüz cisimlərdir və yaxud da bizim özümüzük. Cisimlərə planet tərəfindən təsir edən qüvvə artıq olur ağırlıq qüvvəsi. Deməli, ağırlıq qüvvəsi elə cazibə qüvvəsi imiş. Ağırlıq qüvvəsi cazibə qüvvəsinin xüsusi bir halı imiş. Planet üçün, bir planet üçün tətbiq edilmiş xüsusi bir halıdır. Və bu nöqtədəki təyin elədiyimiz ağırlıq qüvvəsinin yer səthindəki düsturudur. Buna görə bunu F0 ilə işarə edirik. F0 yəni yerdən 0 hündürlükdə. Bu cisim üçün təyin elədiyimiz, bax, bu kürə ilə bu cisim arasındakı cazibə qüvvəsi isə burada təyin eləmişdik. Həmin o cazibə qüvvəsində FH deyəcək. Bu da ağırlıq qüvvəsinin müəyyən hündürlükdəki düsturudur. Bu iki düstur oldu ağırlıq qüvvəsinin düsturları. Yer səthində və müəyyən hündürlükdə. Təkrar deyirəm, ağırlıq qüvvəsinin tərifini cisimlərə planet tərəfindən təsir edən cazibə qüvvəsinə ağırlıq qüvvəsi deyilir. İndi burada bir planet üçün, verilmiş bir planet üçün planetin kütləsi sabit, planetin radiusu sabit və J-də qravitasiya sabitidir. Deməli, bu üçü də bir sabitdir. Və bu sabitləri hər dəfə bir-birinə vurub bölməyə ehtiyac yoxdur. Bunu əvvəlcədən eləyiblər və cavabı da təqribən 10 alıblar bizim planetimiz üçün. Daha doğrusu 9,8 təqribən 10 götürülür. Həmin ifadəyə də bir sabit kimi baxırlar. Deməli, bax, bu üç cəmiyyət özü bir sabit verir bizə. Həmin sabit kiçik J hərfindən işarə olunur. Həmin sabit adlanır qravitasiya sahəsinin intensivliyi. Onda düsturu da elə bax, buradakılarda bu üç cəmiyyətin hasili və nisbəti. Deməli, J M bölünsün R-in kvadratı. Adı da qravitasiya sahəsinin intensivliyi. Və aşağıdakı düsturdan da həmin qiymətləri götürsək, bu qiymətləri. Bunda, burada da alıq J bərabərdir J M bölünsün R kvadratı. İndi bu J0, bu da JH olur. Yəni müəyyən hündürlükdəki qravitasiya sahəsinin intensivliyi və yer səthindəki qravitasiya sahəsinin intensivliyi. Qravitasiya sahəsinin intensivliyinin ağırlıq qüvvəsi ilə, bax, buradakı qüvvə ilə əlaqə düsturu belədir. J bərabərdir F bölünsün M. Həqiqətən də F-i gətirib burada nəzərə alsaq, bu düsturu almış olarıq. Və buradan qravitasiya sahəsinin intensivliyinin vahidi çıxır. Bir də yer gəlmişkən, qravitasiya sahəsinin intensivliyi vektorial cəmiyyətdir. Vahidi də Newton bölünsün metrdir. Newtonda atsaq, kilogram bölünsün metr bölünsün saniyə kvadratı. Səhv yazdım vahidini. Newton bölünsün kilogram. Newton atsaq, kilogram bölünsün metr bölü saniyə kvadratı. Kiloqramlar ixtisar edir. Qalır metr bölünsün saniyə kvadratı.
Buradan görürük ki, gravitasiyasının intensivliyinin vahidi təcilin vahidi ilə üst-üstə düşür. İndi asıllıqlarımızı deyək. Ağırlıq qüvvəsi planetin kütləsi ilə, cismin kütləsi ilə düz mütənasib asılıdır və planetin radiusu ilə kvadratik tərs asılıdır. Eyni zamanda buradan görürük ki, yerdə olan hündürlükdən də tərs asılıdır, kvadratik tərs asılıdır. Amma müəyyən bir qiymətdən, hansı qiymətdən? Təbii ki, yer səthindəki qiymətindən başlayaraq tərs asılıdır. Qrafikdə belədir. Demək, ağırlıq qüvvəsinin hündürlükdən asılılıq qrafiki. Başlanğıc qiyməti F0-dır, çünki H-a biz 0 versək, son nəticə bu qalır, yəni yer səthindəki qiyməti qalır. Ona görə yer səthindəki qiymətindən başlayaraq getdikcə azalır. Və H-ın R qiymətində H bərabərdir R olarsa, ağırlıq qüvvəsi neçə dəfə azalar? Burada H-ın yerinə 1R yazsaq, olur 2R'in kvadratı və o deyilir 4R'in kvadratı, yəni məxrəcə 4 düşür. Deməli 4 dəfə azalmış olur. F0 bölünsün 4. Və yaxud da bu qiymətləri daha rahat bilmək üçün, öyrənmək üçün bu iki düsturun bir-birinə nisbətini biz tapa bilərik. Bu iki düsturu bir-birinə nisbətləsək, onda belə bir ifadə alınır. F0-ın FH-a nisbəti bərabərdir. Burada J, M bunlar ixtisar edir. İkinci kəsir tərsinə çevrilir, gəlir bunun sürətinə qalxır. Onda belə olur son nəticəmiz. R plus H bölünsün R. Hər birinin kvadratıdır. Elə bütün kəsirin kvadratı yaza bilərik. Belə bir bərabərlik alırıq. Bunu da belə yaza bilərik. Ayrı-ayrı kəsirlərdə göstərsək, R bölünsün R, üstəgəlsin H bölünsün R kvadratı kimi yazsaq, R bölünsün R 1 eləyir. Son nəticə 1 plus H bölünsün R'in mötərizə kvadratı. Buradan da FH-ı biz tapsaq, bunun məxrəci 1 çarpaz vurub tapsaq, FH bərabər olur F0 bölünsün 1 üstəgələk H bölək R'in mötərizə kvadratı. Bu çıxarılışı buradan götürürəm, ehtiyacımız yoxdur. Bizə lazım olan bu düsturdur. Onu da gətirib buradan qeyd edək. Deməli, əlaqə düsturumuz oldu. FH bərabərdir F0 bölünsün 1 üstəgələk H bölək R'in mötərizə kvadratı. Bax, bu düstur ağırlıq qüvvəsinin yerdəki və müəyyən hündürlükdəki qiymətlərinin əlaqə düsturudur. Eyni düsturu gravitasiyasının intensivliyi üçün də yaza bilərik. Bu düsturları da tərəf-tərəfə bölsək, burada bizim bir səhvimiz olub. Burada məsafə R plus H-ın kvadratı idi. Bu düsturları da tərəf-tərəfə bölsək, həmin nəticəni almış olarıq. J0 bərabərdir JH tərsinə. JH bərabərdir J0 bölünsün 1 üstəgələk H bölək R'in mötərizə kvadratını almış olarıq. İndi bunun da qrafikini qursaq, eynən qüvvə kimi. Gravitasiyasının intensivliyi hündürlükdən tərs asılı və müəyyən bir başlanğıc qiymətdən başlayır. Yəni yer səthindəki qiymətindən başlayaraq getdikcə azalır hündürlük artdıqca. Əgər H bərabərdir R götürülsə, burada H-ın yerinə R yazsaq, R ixtisar edir 1 qalır, 1-in üstünə 1 gəlib, kvadratı yüksəltsək 4 eləyir. Deməli, gravitasiyasının intensivliyi 4 dəfə azalır. J0 bölünsün 4 qiymətini alır. Əgər H bərabərdir 3R olsa, H-ın yerinə 3R qoysaq, burada 3R R gedir, üstəgəlsin 1, 4, kvadratı 16 dəfə, deməli 16 dəfə azalmış olur. H bərabər neçə R-dirsə, üstünə 1 gəlib kvadrata yüksəldirik. Misal üçün, H bərabər 8R olsa, buradan 8 götürüb üstünə 1 gəlirik, kvadrata yüksəldirik. 81 dəfə, deməli, müəyyən hündürlükdəki kiçik olmuş olur. Burada bunu qarışdırmayaq, kiçik yoxsa böyük, kiçik. Müəyyən hündürlüyə qalxdıqca ağırlıq qüvvəsi də, gravitasiyasının intensivliyi də azalır. İndi bu qüvvə qrafik üzərində bir dənə də nümunə deyirəm. Tutalım ki, H bərabərdir 5R olsun. H-ın 5R qiymətində ağırlıq qüvvəsi yerdəkindən neçə dəfə kiçik olmuş olur? Biz bura 5R yazsaq, R-lər gedir, 1 üstəgəlsin 5,
6 kvadratı 36. Deməli, yer səthindəkindən F0-dan 36 dəfə kiçik olmuş olacaq. Və yaxud da tərsinə də baxa bilərik. Hansı hündürlükdə ağırlıq qüvvəsi 64 dəfə yerdəkindən kiçik olar? Hansı hündürlükdə 64 dəfə kiçik olar? Bu dəfə kök alıb 1 çıxırıq tərsinə. 7 yer hündürlüyündə. 64-dən kök alıq 8, 8-dən 1 çıxırıq 7. Həqiqətən 7 er hündürlüyündə gəlin görək 64 dəfə kiçik olurmu? Bura 7 er yazsaq, erlər gedir. 1 üstəgəlsin 7, 8 kvadratı 64. Həqiqətən görürük ki, 7 er hündürlüyündə 64 dəfə kiçik olur. Biz dedik ki, gravitasiyasının intensivliyi də vektorial cəmiyyətdə ağırlıq qüvvəsidir. Gəlin indi istiqamətlərindən tanış olaq. Planetin kənarlarında istənilən bir nöqtədə, misal üçün bu nöqtədə ağırlıq qüvvəsi planetin mərkəzinə doğru yönəlir. Eləcə də gravitasiyasının intensivliyi. Hər ikisi ağırlıq qüvvəsi də gravitasiyasının intensivliyi də mərkəzə doğru yönəlir. Yəni aşağı. Misal üçün bu nöqtədə. Bu nöqtədə həm ağırlıq qüvvəsi, həm də gravitasiyasının intensivliyi bu istiqamətdə yönəlir. Yəni planetin mərkəzinə doğru. Və yaxud da bu nöqtədə. Bu nöqtədə də sağa tərəf olacaq həm ağırlıq qüvvəsi, həm də gravitasiyasının intensivliyi. Bir sözlə, bütün hallarda planetin mərkəzinə doğru yönəlir. Və planetdən uzaqlaşdıqca həm ağırlıq qüvvəsi, həm də gravitasiyasının intensivliyi kiçilir. Amma kütlə dəyişmir, bunu da yadda saxlayaq. Cismin kütləsi nə qədərdirsə, yerdən uzaqlaşsa da dəyişmir, sabit qalır. Eləcə də başqa planetə keçsək də cismin kütləsi dəyişmir. 10 kiloqramlıq bir cisim yerdə də 10 kiloqramdır, yerdən müəyyən hündürlükdə də 10 kiloqramdır, ayda da, Marsda da, bütün planetlərdə eyni kütləyə malikdir. Bir dənə də sadə bir nümunəyə baxaq. Qalım ki, planetin səthində olan M kütləli bir cismə təsir edən ağırlıq qüvvəsinin qiyməti bir F'dir. Deməli, yer səthindəki qiyməti bir F'dir. Sual belədir. Yerdən H bərabərdir 4 R hündürlüyünə qaldırsaq bu cismi. Bu cismi H bərabərdir 4 R hündürlüyünə qaldırsaq ağırlıq qüvvəsi necə dəyişir? Bax, düsturumuz budur, əlaqə düsturu. H-ın yerinə burada yazırıq 4R, R gedir, 4 üstəgəlsin 1, 5, kvadratı 25. Deməli, bu nöqtəyə gətirəndə ağırlıq qüvvəsinin qiyməti FH olacaq, F bölünsün 25, yəni 25 dəfə azalır. F0 bölünsün 25 yazmalıydıq. F0-da elə F qəbul etdiyimizə görə F bölünsün 25. İndi əslində sualımız bu deyildi, nümunəmiz, bu asandır. İndi bunu biraz çətinləşdirirəm. İndi həmin maddi nöqtəmiz, M kütləli cisimimiz, fərz eləyək ki, yerdən bir H bərabərdir R hündürlüyündədir. H bərabərdir R hündürlüyündə ağırlıq qüvvəsinin qiyməti bizim üçün verilir 1F. Buna deyək 1 nöqtəsi. 1 nöqtəsindəki qüvvənin qiyməti 1F'dir. Həmin cismi H bərabərdir 3R hündürlüyünə gətirsək. H bərabərdir 3R hündürlüyünə gətirsək, qüvvə necə dəyişir? Buna deyək, buradakı bu nöqtəyə deyək 2 nöqtəsi. 2 nöqtəsindəki qüvvə sual. Bunu tapmağa çalışaq. 2 üsulla bunu tapa bilərik. Bir dəfə F1 üçün, bir dəfə F2 üçün ifadə yazıb, onları müqayisə eləməliyik. Və yaxud da ki, F1-ə görə, F1 bizə verilib. F1-ə görə yer səthindəki qiyməti, yəni F0 qiymətini tapıb, daha sonra F0-a görə F2 qiymətini tapa bilərik. 2 üsulumuz var. Gəlin əvvəlcə belə eləyək. F1-ə görə F0-ı tapaq əvvəlcə, sonra F2-ni tapaq. İndi biz dedik ki, H bərabərdir R hündürlüyündə ağırlıq qüvvəsi 4 dəfə azalır. Deməli, bu F1 qüvvəsi bu yer səthindəkinin 4 dəfə azalmış formasıdır. Onda F0 elə 4 F1-dir. 4 dəfə azalıb F1 olubsa, deməli yerdəki qiyməti bundan 4 dəfə böyüymüş. 4 F1 və yaxud da 4 F. Çünki buradakı F1 qiymətini F dedik. İndi yer səthindən 4H bərabərdir 3 R hündürlüyünə qaldıranda
Üstünə 1 gəldik, kvadratı yüksəldik. 16 dəfə kiçik olmuş olur. Deməli, F2 qüvvəsi yer səthindəkindən F0-dan 16 dəfə kiçikdir. Yəni, F0-mızda 4F-dir. 4F-dən 16 dəfə kiçik, yəni F bölünsün 4 qiymətini alır. Deməli, cavabımız oldu F bölünsün 4. F2 bərabərdir, F bölünsün 4. İndi keçək ikinci yolumuza baxaq. Çünki bəzən şagirdlər bu formada yaxşı yadında saxlaya bilmir. Kimə bu formada rahat deyilsə, bax, bu cürə də öyrənə bilər. Deməli, əvvəlcə cisimimiz 1 nöqtəsində idi. 1 nöqtəsindən kürənin mərkəzinə qədər olan ümumi məsafə, bu ümumi məsafəmiz 2-dir. Onda F1 qüvvəsini ifadə yazsaq, olur J vurulsun, M1, M vuraq böyük M, belə yazaq, bölünsün, aralarındakı məsafə, bax, bu ümumi məsafəmiz 2-dir, kvadratı 4-dir kvadratı. F2 qüvvəsində yazsaq, J, M vurulsun böyük M, təbii ki, cisiminin də, planetin də kütləsi dəyişmir. Sadəcə məsafə dəyişir. Bölünsün, artıq bax, bu aralarındakı ümumi məsafə 3R və bir də yerin öz radiyusu 4R olur, kvadratı 16R kvadratı. Və bunu da tərəf-tərəfə bölsək cavabımızı ala bilərik və yaxud da bunun əmsalı 4-də 1, bunun əmsalı 16-da 1-dir. 4-də 1-də 16-da 1-dən 4 dəfə böyük olduğuna görə, deməli, bax, buradakı 4 dəfə böyükdür. Onda 4 dəfə böyüksə və F1 F-ə bərabərsə, F2 də ondan 4 dəfə kiçik, F bölünsün 4-ə bərabər olur. Bu sadəcə bir nümunə idi. Bunu işarələyək buradan, nümunə. Yəni, dərsimizin bir parçası deyil. Bizim öyrənəcəklərimiz bax, bu hissələr olmalıdır. Bir də gravitasiya sahəsinin intensivliyi nədən asılıdır? Gravitasiya sahəsinin intensivliyi bax, bu düsturdakılardan asılıdır, yadda saxlayaq. Əsas vacib asılılıq düsturu budur. Planetin kütləsindən düz asılıdır, planetin radiusundan kvadratik tərs asılıdır, eləcə də hündürlükdən, müəyyən qiymətdən başlayaraq kvadratik tərs asılıdır. Burada göstərmişik. Və cismin kütləsinə asılı deyil. Burada görürük ki, kütlə yoxdur, kiçiyim. Deməli, cismin kütləsindən asılı deyil. Amma ağırlıq qüvvəsi cismin də kütləsindən asılıdır. Mən bir şey demək istəyirəm. Bax, bu düsturdan F-i tapsaq, F bərabər MC düsturunu aldıq. İndi bu bölməmizdə hələ ki bu düsturdan çox da istifadə eləməsək də, bundan sonraki bölmələrimizdə ağırlıq qüvvəsinin bu düsturdan çox geniş istifadə edəcəyik. Bəzən suallarda bizə planetin sıxlığı verilir və gravitasiya sahəsinin intensivliyi soruşulur. Gravitasiya sahəsinin intensivliyinin düsturu Jm bölünsün R kvadratı oldu. Sıxlıq verilərsə, təbii ki, biz bilirik ki, sıxlıq kütlənin içərisində var. Kütlənin sıxlığına əlaqə düsturu var. Deməli, kütləni açmalıyıq. J, kütlənin yerinə rho V, V-nin də yerinə biz bilirik ki, planetimiz kürə formasındadır. 3/4 pi R kubu yazsaq, R kvadratına R kubu gedir, 1 R qalır. Son nəticə 3/4 pi rho J böyük J vurulsun R. Bax, bu düstur gravitasiya sahəsinin intensivliyinin planetin sıxlığından əlaqə düsturudur. Onda bunu belə eləyək. Çıxarılışını sildim, elə bu qalsın bəsdir. Belə, dərsimiz burada yekunlaşdı. Dinlədiyiniz üçün sağ olun.